Ən çox indiyənə kimi nə qədər hesab ödəmisiniz? 100 bin dolları o vaxtı. O bilirsiniz necə böyük pul idi. Bəlkə də indi o böyük pul deyil. Sevmişəm. Elə bir sevmişəm ki, insanın ən nə bilim stressdən şişib nə boyda olmuşdum. Təsəvvür elə. Mənim yadıma gəlmir elə deməyin. Nə vaxt olub? Var hansısa bir saytda? Varsa göstər görüm harda demişəm. Ən əsas o video görüntüdür, sübut eləmək üçün. Bəli, bəli. Qoy açıqlayım da, qoy cəmaata qalmasın ki, görəsən nə olub orada, nə olmayıb. Baş sponsor Unibank. Xüsusi sponsorlar Azərbaycanın kolası Buz Kola. Linux Forte. Halal nemət, min bərəkət. Bay Hollywood. Salam əziz Xəzər TV və Zarafat bir yanaşı olsunun izləyiciləri. Ekran qarşısında əyləşənlər, bu möhtəşəm ziyafətdə sizi salamlayırıq. Üzünüzdə təbəssüm və ekranlarınızda əyləncə anları yaşatmaq üçün bir daha qarşınızdayıq. Beləliklə, Unibankın baş sponsorluğu ilə Zarafat bir yana başladı. Hə dostlar, bugün ziyafətimizin dəyərli qonağı bilirsiniz kimdir? Məncə oyun oynamayaq, təqdim eləyək. Bəli. Respublikanın əməkdar artisti, Mahnıları ilə milyonların qəlbinə yol tapan, illərlə öz gözəlliyini qoruyub saxlayan, bizim izləyicilərimizin aylardır gözlədiyi əzizimiz, sənətkarımız Mətanət İskəndərli buradadır. Son sevdi yanar izler. Son sevdi sensiz soyup geçerler. Son sevdi Mətanət xanım, xoş gəlmisiniz. Xoş gününüz olsun. Nəhayət ki, gəldiniz bizim verilişimizə, xoş gəldiniz bir daha. Sizin verişinizi izləyirəm, çox maraqlıdır. Həmişə demişəm ki, fikirləşmişəm ki, gəlim bu verişin qonağı olum. Nicat özdə mənim qızımla Bəli, bir məktəbdə oxuyublar. İncəsənət O gimnaziyasında. mənim gözümün qabağında böyüyüb. Onda mən belə başa düşdüm ki, mən Sən bizim aramıza vura bilər. Mən çıxıram. Siz niyə başınızı ikiniz də belə? Mənə oxşadırdı özünü. Yox, sən mənə özünü oxşadırsan. Mən Başınızı Özüm mənə qırxmısınız. oxşadır, istəyirəm vurum. Mətan Buyur. xanım, siz bizim verilişdə ilk dəfəsiz. Bəli, Amma ilk dəfə. bundan öncə verilişlərimizə baxmısınız. Baxmışam da. Siz bugün möhtərəm qonaqsınız. Sizə bugün bizim burada əyləşən gənclər suallar verəcək. Siz o suallara cavab verəcəksiniz. Və verilişin sonunda gənclər qərar verəcək. Siz səmimi idisə göy işarələri qaldıracaqlar. Qeyri-səmimi idisə qırmızı işarələri qaldırırlar. Və əgər qırmızı işarələr çox olsa, məcbur olub bütün masaların hesabını ödəyirsiniz. Yox, amma göy işarələr çox olsa, mənə Nicat bütün masaların hesabını ödəyir və əgər hansısa sual sizə xoş gəlməsə, siz onu cavablandırmaq istəməsəz, sizin haqqınız var ki, deyəsiniz ki, mən bu suala cavab vermirəm və sizin masanın hesabını bağlayıram. Aydındır. Mətan xanım, Bəli. ən çox indiyənə kimi nə qədər hesab ödəmisiniz? Rəqəm olaraq. Rəqəm olaraq, nə bilim, 500, 1000, 300, 1500. 400, 500 da indi böyük xərclər də olur. Bir də görsən ki, böyük bir məclisdir. Sən ad günlərimizdir. İndi orada adam çox olur da. Onda bir böyük olur xərc. Başa düşdüm. Mən də Amma belə 600, 700, 800 mənim bir dənə belə bir xarakterim var. Belə çox belə varlı, imkanlı adamlarla dostluq eləmirəm. Həmişə də dostluq elədiyim adamlar biraz imkanı zəif olan adamlardır. Ona görə də həmişə də fikirləşirəm ki, onların imkanı yoxdur, qoy özüm
Özüm eləyim. Özüm eləyim. Başa düşdüm. Bax, ona görə. Salam Mətanət xanım, xoş gəlmisiniz, xoş gördük. Mətanət xanım, müsahibələrinizin birində gənclərə yaman narazılıq etmişdiniz. Demişdiniz ki, yeni nəsil gənclər pis tərbiyə alır. Onların şou proqramları biabırçılıqdır. Xalqa o lazım deyil. İndiki gənclər elə öyrəşiblər ki, sırtıqcasına efirdən düşmürlər. Görünmək, tanınmaq istəyən gənclərə qarşı bizim sevimli Mətanət İskəndərlinin bu cür aqressiyasında səbəb nədir? Mənim yadıma gəlmir elə deməyim. Nə vaxt olub? Var hansısa bir Doğrudan. saytda? Varsa göstər görüm, harda demişəm. Bəli, bəli. Saytında var, görürsünüz. Bu dəqiqə, bu Saytda, dəqiqə. yoxsa görüntüdür? Saytda, yazıda. Sayt yaza bilər, saytda. Bu Bir var görüntü, Bəli, olsun bəli. video görüntü. Hakim də həmişə video görüntü istəyir həmişə. Özüm Gəl bir də dənə oxuyaq çəkilirəm. görək. Deyirəm, Yenə qoy, elə hər belə şey oxuyuram, səbəbi amma hörmətli mən yadıma gəl, mənim hər bir sözümün mən həmişə... Gənclər- Sadəcə gənclərə aiddir deyə mənim diqqətimi çəkdi, Bilirəm. istədim sualımı Aha. alayım. gənclərdir elə öyrəşiblər ki, sırtıqcasına efirdən düşmürlər. Bütün günü musiqi. Başqa problemimiz yoxdur. Onlardan danışın. Ancaq düşüblər müğənnilərin üstünə çox şey adam istəmir Aşağıdan danışsın. Mən normal görsənirəm. Yeni nəsil pis tərbiyə olunub. O şou proqramlar biabırçılıqdır. Xalqa o lazım deyil. Çox pis, mənəviyyatsız bir nəsil formalaşır. Siz dediyinizi mən heç yerdə deməmişəm. Onu yəqin bəzək-düzək veriblər mənim adımdan Ola yazılır. bilsin, yəqin siz dediyinizə əlavə olunub sözlər. İndi sualı onunla ünvanlamaq istəyirəm ki, yəni siz o müsahibəni deməmisinizsə, onda gənclərə tam dəstəksiniz, düzdür? Mən həmişə istedadlı gənclərə həmişə dəstək olmuşam və olacağam da. Çünki həmişə belə bir söz var. Deyir, həmişə istedadlıya dəstək olmaq lazımdır. İstedadsız hardan olsa özünə bir yol tapacaq. Bir də görsən bizdən gəlib müsahibə alırlar, sonra da onlar qəşəng onu bəzəyirlər ki, montaj yəni ki, edirlər. maraq oyatsın da, oxucuda maraq oyatsın, başlasın oxumağa da, onu maraqlansın. Yəni mən bilirəm də o sözlər mənim sözlərim deyil axı. İnsan öz sözlərini tanıyır o dəqiqə, bilir ki, o nə deyə bilər. Mən indi bax orada bəzi şeylər var, onları deyə bilərəm. Oxudunuz bayaqları. Amma o sözləri mən demirəm ki, sırtıq mən ümumiyyətlə elə demərəm o cürünə. O şəkildə mən danışmaram. Mətanət xanım, bizim verilişin ən böyük üstünlüyü odur ki, belə qaranlıq məsələlər qalanda qarşı tərəf cavab verə bilir və siz deyirsiniz ki, elə şey deməmisiniz. Bax, yəni, mənim başıma gəlib, bir də görsən ki, mənim mətbuat katibim var da, zəng vururlar ondan ki, biz Mətanət xanımdan müsahibə almaq istəyir, filan mövzu üçün, nə bilim, nə üçün. Mən də demişəm ki, mən istəmirəm də. Yəni, hər bir adamın ixtiyarı var ki, çünki mən istəmirəm müsahibə vermək. Onda deyir, biz özümüz ağlımıza gələni yazacağıq. Bax, belə şeylər də mən şahid olmuşam. Odur da, axırda ağla Həmən o gələn belə şeylərdir şeylər də. Belə şeylərə çox rast gəlirik. Ən əsas o video görüntüdür, sübut eləmək üçün. Qane elədi cavab. Bəli, bəli, 100%. Verilişimizin bu yerində bizim baş sponsorumuz olan Unibankdan Mətanət xanıma hədiyyəmiz var. Bəli. Olmasa gəlsin. Nə gözəl, çox sağ olun. Çox sağ olun. Mətanət xanım, bu kart haqqında sizə danışmaq istəyərdim. Deməli, bu kart vasitəsilə, əgər siz səyahət eləyirsinizsə, bu kartla bir yerdə səyahətiniz çox rahat olacaq. Siz Telegram vasitəsilə və yaxud WhatsApp vasitəsilə yazırsınız konsiyerj xidmətinə. Konsiyerj xidməti sizə nə edəcək? Sizə VIP avtomobil ayıracaq. Sizi gəlib evdən hava limanına aparacaqlar, tam ödənişsiz. Hava limanında heç bir növbə gözləmədən fast track xidmətindən istifadə edirsiniz və keçirsiniz. Gəlirsiniz VIP lanclarda, kofe, internet, Wi-Fi istirahətinizi edirsiniz və Bu səfərinizi bəli, sadəcə bu kartı Nə gözəl. bu karta sahib olmanız yetər. Və ən əsası bu World Elite və Black Edition kartlarının ən böyük özəlliyi nədir? Heç bir aylıq dövriyyə tələbi yoxdur. Yəni bu karta sahib oldunuz və salam şüt tamam. Çox sağ Nə olsunlar. gözəl. Təşəkkür sağ olsun. edirəm. Unibank, sağ olsun. Unibank, təşəkkürlər. Təşəkkürlər Unibank. Hər birini salamlayıram. Sizə də sənətinizə uğurlar diləyirəm hər zaman. Çox sağ ol mənim balam. Mətanət xanım, sizə sualım bundan ibarətdir ki, bizim musiqimizin sənəti ilə gündəmdə olan Mətanət İskəndərlisi də var. Fiziki görünüşü və bayağı mahnıları ilə gündəmdə olan müğənnilər də var. Onları da dindirəndə xalq nə istəyir, onu oxuyuruq deyirlər. Sizcə günahkar kimdir? Xalq yoxsa oxuyanlar? Yox, yəni onlar xalqın adından istifadə edirlər. Mən həmişə belə deyirəm ki,
əgər sənin oxuduğun o sözlər var ha, o sözdür, musiqidir, sənin özün deməkdir, o sənin daxilindən gəlir. O sənin xarakterindir, o sənin dünyaya baxışındır. O xalqın üstünə yıxmasınlar onu, xalqın adından istifadə eləməsinlər. O düzgün söz deyil, qəti mən buna razı deyiləm. Axır zamanlar mən fikir verirəm, həddindən artıq ya gərək pis olmalıdır, gülünc olmalıdır, o yadda qalmalıdır, ya da həddindən artıq yüksək səviyyə olmalıdır, o yadda qalmalıdır. Bəli. Bax, mən son vaxtlar fikir vermişəm, həddindən artıq o sizin sözünüzə qüvvət, o çox gülünc bir mahnıya gəlib musiqidən danışaq da, hamı ona diqqət kəsilir, yadda qalır. Sonra həmin o gülünc ifaçını, əvvəl gülürlər ona, Bəli, onu başlayırlar, birinci gülmək üçün baxırlar, tənqid ona eləyirlər, atır, hətta onu təhqir eləyirlər. Sonra həmən o ifaçını gətirirlər məclislərinə. Həmən o gülən insanlar. Ən faciəli bax Bəli. budur. Hətta o Bəlkə də onu gətirir məclisinə ki, nə bilim, onu araya qoymaq üçün, məsxərə eləmək üçün. Bu çox faciədir. Bu çox pisdir. Çünki bu sonra həmən o gənc balaca uşaqlar başlayır o mahnını oxumağa. Axı onun ağlı kəsmir. Bu faciə budur. Elə bilirlər ki, yaxşıdır bu. Kaş belə olmayaydı yəni. Yəni mən buna qəti razı deyiləm. Bu mahnılara, musiqilərə gənclər, uşaqlar qulaq asır. Uşaqdır da, körpədir, ağlı kəsmir. Elədir. Bir də görsən ki, başlayır oxumağa. Elə pis Faciənin- oluram. İnanın, bax Nicat, inanın, ürəyim ağrıyır ki, ay Allah, bu hayf bu uşaqdan. Bu musiqini elə-belə baxmasınlar. Bu bizim mənəvi qidamızdır bizim bu. Bir milləti, bir xalqı yox eləmək üçün birinci onun Mədəniyyətini məhv eləmək lazımdır. mənəviyyatını Bəli, məhv elə. Ondan sonra o məhv O olacaq. musiqi də uşaqlara o qədər təsir edir ki, Bəli, onun böyüməyinə, bəli. inkişafına. Faciənin iki tərəfi var. Ən önəmlisi, siz deyirsiniz ki, musiqilər, o musiqiləri tanınmış adamların çoxusu gülünc videolarda, humoristik videolarda istifadə edirlər və bir növ məzələnirlər özləri də. Məzələnirlər, araya qoyurlar onları. Daha geniş auditoriyaya çatdırırlar az tanınan musiqiləri, bayağı musiqiləri. Və problem musiqidə deyil, problem müğənnilərdədir. Yəni, Mən dedim mən. dırnaqarası Dedim. müğənnilərdədir ki, bunlar Xalqın adından bir-birindən yalandan istifadə edirlər ki, xalq istəyir. bəs şeydir, dirəşirlər ki, bəzi müğənnilər, mən onlara kafe müğənniləri deyirəm. Kimsə harasınısa daha çox şişirdəndə o birisi daha çox şişirdir. Hansısa maşın alanda o ondan daha böyük maşın alır. Bayağı musiqi yazırsa lap bayağısını yazır. Bəs gedir. Və bəsə-bəsə girirlər və ən əsası siz düzgün vurğulayırsınız ki, bir xalqı məhv eləmək üçün onun mənəviyyatını və mədəniyyətini məhv eləmək, Elə məhv olacaq da məhv gedəcək. olacaq və xalqın adından istifadə edib demək ki, cəmaət bunu yeyir, mən də onu verəcəm. Elə şey yoxdur. Sən yaxşı məhsul göstərəndən sonra, Əlbəttə. ancaq yaxşıları Sən göstərəndən yüksək sonra sənət göstər. Təbii ki. İnsanları, insani hissləri oyadan, ya məsəl üçün oxu sevgidən oxu. İnsanı insan eləyən onun o gözəl hissləridir də. Bəli. Aydındır? Bəli, təşəkkürümü bildirirəm, çox sağ ol. Bayaqdan özümüzü saxlaya bilirik. Bu gözəl təamlardan dadırıq. Öz təşəkkürümü bildirirəm. Bu gözəl atmosferə görə hər şey yüksək səviyyədə. Irish Pub by Hollywood. Təşəkkürlər. Xoş gəlmisiniz. Xoş gördük. İlk öncə hər kəsi salamlayıram. Sizi görməyimə çox şadam. Sualım belədir. Mətanət xanım, hər kəs sizi çox sevir. Sizin musiqilərinizlə böyüyən bir nəsil yetişib. Niyə 27 ildən bir konsert verirsiniz? Bu çox gözəl bir sual. Bunu mənə hər zaman bu sualı veriblər. İlk dəfə konsert vermişəm. 96 idi ya da 98-ci ildə. Bilirsiniz, o qədər orada mən bəzi şeylər olmuşdu. Çox böyük bir stres keçirtdim də, açıqlamıram, çox şeylər danışmıram. Konsertdən sonra mən stresdən şişib nə boyda olmuşdum, təsəvvür elə. Ona görə bir neçə illər dedim ki, mən daha konsert elə bir ki, gözüm qorxdu. Amma o stresi səbəbi nə idi? Bilirəm, konsert çox çətindir, hazırlıq falan. Qoy açıqlayım da, qoy cəmaata qalmasın ki, görəsən nə olub orada, nə olmayıb. Deməli, konsertdən bir gün qabaq mənim bir qohumum vardı. Gətirdi mənə bir bahalı bir
qolbaq verdi. Mən də bilmirəm onu bahalıdır. Hədiyyə elədi yəni. Yox. İnansın mən artıq hazıram 1-2 saat qalmış gəldi bizə. Dedi ki, Mətanət sən Allah qurban olum. Bunu Taxqolova, bunu reklama olunsun. Mən bu qolbaq sən qolunda görsənsin, reklama olunsun. Hardasa onun bir 100.000 dollaracan qiyməti var idi o qol. Mən sonra bilmişəm. Konsertdən qabaq bir də gördüm ki, qolbaq qolumda yoxdur. Təsəvvür eləyin. Düşüb qolumdan düşüb xəbərim olmayıb. Ağlamaq çıxıb məni. Artıq bilirəm o qolbağın qiymətini artıq bilirəm. 100.000 dollarlıq qolbaq təsəvvür elə də. qolunuzdan düşdü itdi Düşüb itib. və özünüzün deyil. Birdən gör, özümün deyil özüm. Ay aman, ürəyimdə deyirəm, ay Allah, bu mənə lazım idi. Mən inan ki, heç qolbaq mənim yadıma düşmür. Belə də konsert Dedim ki, mən daha belənçiyinə oxuya bilməyəcəm. Gənc müğənniyəm də, təsəvvür elə fikirləşirəm ki, ay Allah, mən bunun pulunu necə verərəm? 100.000 dolları o vaxtı. O bilirsiniz necə böyük pul idi. Bəlkə də indi o böyük pul deyil, amma onda çox 96-cı ildə. Təsəvvür eləyin, vay. Hələ indi də o həyəcanı yaşadım, əllərim bumbuzdur. Deyirəm ki, mən daha belə həyəcanla mən oxuya bilməyəcəm. Oturmuşam, ağlayıram. Bir də gördüm Gülə Şəfiyevə girib içəri ki, hamı səni gözləyir, niyə gəlmirsən? Dedim, Gülə xanım, mən oxuya bilməyəcəm belə vəziyyətdə. Mən oxuya bilmərəm. Bəs bu boyda mənim, dedi, nə danışırsan? Ay Mətanət xanım, sən cəmaat gözləyir, sənin ilk solo konsertindir. Get, sən o qədər helənçinə qolbaqların pulunu qazanacaqsan ki, təsəvvür elə. Deyirəm, nə darsan, yox Gülə xanım, belə elədi. Dur, cəhənnəm olsun qolbaq, sən gör bugün sənin ən gözəl günündür. O mənə elə ürəkləndirdi ki, mən başladım oxumağa. Artıq qohumlarım da ona deyir ki, Mətanət qolbağı itirib, hamı da bilirlər axı qolbağın qiyməti ki, bilirlər ki, mənim o qohumum İlqar ən bahalı bir mağazanı işlədir. Onun orada brilyantlar, nə bilim belə qızıllar satır da. Nəysə, bir də gördüm ki, antrak olmur, ikinci hissə. Gördüm, uzaqda mənə göstərirlər ki, qolbaq tapılıb. Mən inanmıram. İndi ağlayıram, deyirəm, yalan deyirsiniz. Mənə elə deyirsiniz ki, mən ürəklənim də, yalandan deyirsiniz. Dedilər, yox, necə yəni, tapılıb, qolbaq tapılıb. Deməli, Gülə xanım, kanon çalan qız, görüb ki, ayağının altında qolbaq. Verib Gülə xanıma. Gülə xanım götürüb. Sağ olsun. Məsəl üçün görürsünüz, halal adamlar belədir. Görüb, ondan sonra mən çox böyük bir o stressdən sonra mən şişdim, nə boyda oldum. Sonra da konsert eləmək çox çətin bir şeydir. Elə indi də çətindir. Axır ki, keçən il verdim, anşlaq konsert oldu. Və inşallah. Və inanın ki, özüm bir vicdan azabı çəkdim ki, gördüm ki, insanlar necə mənim həsrətdilər, mənim konsertim olmağa. Mənə nə qədər zənglər gəldi ki, Mətan xanım, daha bizi belə həsrətdə qoymayın. Daha artıq mən hər il konsert verəcəyəm. Mən istəyirəm bugün etiraf edeyim. O qolbağı Əlixan oğramışdı. Bəli. O konserti mən verəndə, Gülə xanım getdi onun dalıcan yolda, var idi. Dünyaya bəlkə də gəlməmişdi. Neçənci ildəsən Əlixan? 90. 6 yaşım var. Bəli, o 6 yaşından oğrudur. Ay cəmaat, bilin. Bəli, xahiş edirəm. Həmin o xanım tapmış deyə deyirsə, yerdən tapdı, ötürdü. O, biz Nicatla onun butaforunu düzəltmişdik, maketini, onu atmışıq. Əsli bizdədir, studiyamızda zəhmət olmasa gətirin. Yalan. Ay mənim oğru balam, ay mənim, sənə necə yaraşır ya oğlan? Mətan xanım onu kanon çalan tapmışdı, sonra o kanon çalan kanonu doğradıq. Ay yaxşı da. Zarafatdır. Mən bayaqdan fikir verirəm ki, həmişə yemək yeyən Nicat, indi nəsə əlini saxlayıb. Nə olub, pəhrizdəsə? Yox, Əlixan, pəhrizdə deyiləm, amma biraz nəsə yeyən kimi köpürəm. Sən yeyi, narahat olma. Qardaşın sənə köpüvü götürsün, sən də bax. Çünki həmişə mənim yanımda Linux Forte var. Əla. Linux Forte faydalı bakteriyaların hesabına bağırsaq mikroflorasını balanslayır. Həzm prosesini yaxşılaşdırır, şişkinlik hissini yüngülləşdirir. Xüsusilə antibiotik qəbul edənlər üçün Linux Forte birmənalı şəkildə lazımdır. Həm də Linux Forte Avropa keyfiyyətlidir. Təşəkkürlər Linux Forte. Mətanət xanım, indiki dövrdə kör qalıb gözünü kiməsə verəcək qədər sevmək mümkündür. Kör qalıb gözünüzü verəcək qədər kimisə sevmisiniz?
Yəni bu insanı o qədər sevirsən ki, deyirsən ki, kör olub Bildim, verərdin. Benim özünü sənə. gözlərimi otur bax mən Yəni də. mənim gözlərimdən. Gözümü vermərəm. Gözümü, çünki göz elə bir nemətdir ki, gözümü o sevdiyim, sevmişəm. Elə bir sevmişəm ki, insanın ən nə bilim, Ən piki olub da belə deyək. Hə. ona görə də barədə qoy çox danışmayım. Amma bilirsən, vermək olar. Bax, ciyəri verə bilərsən, böyrəyi verə bilərsən sevdiyin adama, amma gözü verə bilməzsən, mənə elə gəlir. Bilmirəm, bəlkə də o mənim sevgimə o dərəcədə layiq olsaydı, bəlkə də gözümü verərdim, bilmirəm. Gözümü balalarıma verərəm. Özüm kör olaram, amma Övlad sevgisi məncə Təşəkkür elə onu edirəm. bilirəm ki, Oyamaq. düşünmədən onu eləyərəm balalarım üçün. mənə nə maraqlı gəldi. Dedizə o dəlicəsinə sevmişəm. Çox sevmişəm. O sevgi niyə bitdi? Bəs o mahnılar mən Bilirəm, sevməsəydim, bilirəm. o mahnılar yaranmazdı axı. O sevgi niyə bitdi axı? Bəlkə də bitməyib. Mən Hal-hazırda onu da. özüm Allahdan o qədər yalvardım, o qədər Allaha yalvardım ki, o hissi al məndən. Allaha yalvardınız Çünki ki. o qədər əzablı bir şeydir ki, o cür sevmək. Yəni orada səbəb nə idi? Çünki o insan ona Layiq olmadı. layiq deyil axı. Ha. Ona görə insan əzab çəkir. Orada nə idi əsas? Xəyanət Çünki- idi. Bax düzündür. Yəni bir çox ola bilər bir çox problemlər Qoy amma çox şeylər qoy lazım deyil də, hamısı nəsə də açılsın. biraz xahiş edirəm, biraz. Məni başa düşən, o hissləri yaşayan insanlar çünki azdı bu devirdə. Onda beləsi qarşılıqsız olur. Yoxsa nəsə görmüsüz, o əzabı ondan sonra çəkmisiniz. Çünki bəli qarşılıqlı, qoy deyim də qarşılıqsız olub. O insan bilirdi də siz onu sevirsiniz. Daha çox şey ağartmadan da danışmayaq çox şey. Gəl danışmayaq. Ya bu elə bir mövzudur, çox gözəl mövzudur. Qarşılıqsız da olmayıb. Tam deməyim, qarşılıqsız olub. Elə də demək biraz yaxşı çıxmaz. Amma o dərəcədə lazım deyil insanı sevmək. Yəni peşman O oldunuz ki, insan ona layiq deyil. Bilsən, insan ona layiq deyil. O sevgiyə ancaq Allah layiqdir. mən belə başa düşdüm, bu həyat yoldaşınızdan gedir də söhbət. Mən istəmirəm də açım deyim, kimdir, nədir, Bağladıq söhbət. necə olub, nə tər olub. Axır ki, o hissi mən bilirəm ki, sevən insan zülm çəkir də, zülm çəkir. Yaxşı, onda O sevgiyə gəlsən. sənin əlin çatmır da. O bəzi istəyirlər, qara sevda deyirlər də ona. Kara sevda. Əlin çatmır da. Yaxşı, bu sevgi sizə siz ziyan verib də, əzab verib mənə. Çox Ona əzab görə verir, çox. Ziyanlardan biri nədir məsəl üçün? Yəni, mənim bir dənə sözüm var, bunu bir yadınızda saxlayın. Həmişə sevən insanlar həyatda uduzurlar. Bunu bir dənə bilin. Mən hesab edirəm ki, hər bir insanın dünyada yarı var və o yarını tapandan sonra düşünürəm ki, çox xoşbəxt, sevgi dolu həyat yaşayacaqlar və münasibət, yəni sevgi bünövrədirsə, münasibəti qorumaq və münasibətin üzərində işləmək lazımdır ki, sevgi daim odlansın, yansın və iki nəfəri necə Çox deyim, həyatda yanma deyir, saxlasın. külə dönərsən. Külləməyə də daha dönməmək üçün sadəcə olaraq hər şeyin qədəri var, hər şeyin miqdarı var. Sevin, gənclər, sevin, sevilin və tapdığınız insanın qədrini bilin, hörmət eləyin və yenə də sevin. Vəssalam. Bəli. Ya alışıb yanardım, köz istəsəydim. Alışıb yanardım, köz istəsəydin. Bir nəğmə olardım, söz istəsəydin. Məni sevmək üçün, məni görmək üçün göz istəsəydin. Kör qalıb verərdim gözümü sənə. Sevdirə bilmədim özümü sənə. Bəh. Həsrəti vüsalı qoşa sevdirdim. Üşüyən əynimi qışa sevdirdim. Yalın ayağımı daşa sevdirdim. Tanıda bilmədim izimi sənə. Sevdirə
bilmədim özümü sənə. Deli kimi sevdim, güzel delini. El vergin yandırıp yaktı elimi. Seçip cümlelerin en güzelini. Titreyip söyledim sözümü sana. Sevdirebilmedim özümü sana. Alışıp yamardım, köz isteseydim. Bilmem ne olardım, söz isteseydin. Alışıp yamardım, köz isteseydin. Bilmem ne olardım, söz isteseydin. Beni görmek için göz isteseydin. Kordamı vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Kordamı vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Esreti, visalı boşa sevdirdim. Üşüyen eynimi kışa sevdirdim. Yalın ayağımı taşa sevdirdim. Tanı da bilmedim izimi sana. Sevdirebilmedim özümü sana. Alışıp yanardım, köz isteseydin. Birinden mi olardım, söz isteseydin. Alışıp yanardım, köz isteseydin. Birinden mi olardım, söz isteseydin. Beni sevmek için göz isteseydin. Kordalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Kordalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Alışıp yanardım, köz isteseydin. Bilmem ne olardım, söz isteseydin. Alışıp yanardım, köz isteseydin. Bilmem ne olardım, söz isteseydin. Beni sevmek için göz isteseydin. Kordalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Kordalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Sevdirebilmedim özümü sana. Vətən xanım, köhnə mahnıları dinləyəndə, hər bir hansı köhnə mahnıları dinləyəndə məktəb illəri gözümün qabağında canlanır. Yadıma düşür ki, məktəb illərində bir qız sevirdim və həmin o qıza ən böyük elədiyim jest yadımdadır ki, ona bufetdə kalabasa çörək alırdım. Məktəb bufetində yediyimiz o kalabasa çörək o qədər dadlı idi ki, inanırsınız, onu hər yerdə axtarırdım. Və sən demə, o 30 ildir bizimlədir. Bəli, söhbət 30 ildən çoxdur ki, qida bazarında fəaliyyət göstərən Səhiyyalı şirkətinin Halal Nemət Min Bərəkət brendindən söhbət gedir. Qeyd etmək istəyirəm ki, məhsullar gigiyenik tərəfindən çox təmizdir və istehsal prosesində İslami qaydalara əməl edərək hazırlanır. Mətən xanım, sizə dadlı bir hədiyyəmiz var. Bizim xüsusi sponsorumuz olan Halal Nemət Min Bərəkətdən qəşəng bir səbətimiz var. Xahiş edirəm, alqışlarla buyursunlar. Bizim hədiyyəmizi Mətən xanıma təqdim edeyim. Halal Nemət Min Bərəkət. İllərdir qazanılmış güvən. Salam Mətənət xanım, Salam, sizi Miri. görməyə çox xoşdur burada. Məndə. Belə bir sualım var. Yoldaşınızın sizdən sonra ailə qurduğu qadınla münasibətiniz var. Hətta demişsiniz ki, yoldaşınızın qəbir üstə bərabər gedirik. Bunu necə bacarmısınız? Bana mən
Yəni insan həmişə o şəxsi həyatdır da bu. Ürəyinin istəyi ilə hərəkət eləyirdi. Onu heç kəs o elə bir həssas anlardı ki, onu sənə heç kəs məcbur eləyə bilməz. Heç nəyin xatirinə də eləyə bilməzsən. Ancaq ürəyindən gələn bir insani hisslərdir. Onu ancaq ürəyim elə istəyib elə eləmişəm. Yəni bir insan özü Səmimi hisslərdir də, o vicdanı içərdən. ilə qalırsan da baş-başa həmişə. Çünki hamımız insanıq. Heç kəs bilmir ki, sabah başına nə gələcək. Yəni həmişə taleyə, qismətə çox inanan adamam. Hər bir insanın bir taleyi, həyatda bir alın yazısı var, qisməti var. Belə alınıb, qismət belə idi. Bir də var ki, qəsdən düşünərək o işi eləyən insanlara mən çox pis baxıram. Çünki o insanlar mən bilirəm ki, onları qəsdən eləməyib. Mən taley bizi ayırıb, o bir qismətdir. Həyatdır, ayrılmışıq, hamı həyatdır. hamı O bir qismətdir. O da gəlib, evlənməli idi, evlənib, ailə qurub. Bəli. Onun nə günahı yoxdur. İndi də mən o adamla dostluq eləyirəm, gəlirəm, gedirəm, o bizə gəlir, mən onlara gedirəm, belə. Siz belə bir müsahibə vermişdiniz ki, açıqlama vermişdiniz ki, həyat yoldaşımın üzünü görmədən ona nişanlanmışdım. Mən ki, o vaxtda elə idi axı. Ərə getməyi biz siz necə bilirdik, biz ailə qurmağı. Elə bir ki, uşaq ki, böyüyər, bağçaya gedər, sonra məktəbə gedər. Elə bir ərə getmək də elə bir şeydir ki, ardıcıl da, indi də daha yaşın çatıb, ərə getməsən. Hamısında valideynlər eləyirdi. Səni valideyn kimə istəyirdi, ona verirdi. Sən yəni o dərəcədə ağlın kəsmirdi ki, yəni mən 18 yaşında ailə qurmuşam da. Hələ 18 yaşım idi. Nənəm deyirdi ki, bu da mətanət qalıb evdə. Anam özü 16 yaşda ailə qurub. Mən onun ilk evladıyam. Yəni o devir idi. Mən də həmən elə bir ailədən çıxmışam, o mühitdə böyümüşəm ki, yəni ata-ana verərdi. Mən məsəl üçün görməmişdim yoldaşımı. Nişanlanandan 4 ay sonra görmüşəm. Bu gün o doğrudur. Yəni bu qadınların belə deyim də hüquqlarının əlindən alınması deyil. 18-dən aşağı oğlandı, yəni uşaqdır, qızdır, oğlandı, fərqi yoxdur. Valideynlər onların yerlərinə qərar verməməlidirlər ki, sən ailə qurmalısan. Birincisi, təhsil verməlidirlər. Təhsili tam alandan sonra, ali təhsili olandan sonra artıq özü qərar verəcək ki, mən ailə qurmayım, təhsilimi davam elətdirim, karyeramı da alacam, düşüm, neynim, neynəmiyim. Belə olan halda da boşanmaların sayı azalacaq. Çünki bir cəmiyyətə yetişmiş bir vətəndaş veririk. Əlbəttə. Bax, bilirsiniz, gənc analar da heç nə bilmirlər, uşaq saxlamaq bilmirlər, tərbiyə vermək bilmirlər. O çox çətindir. Çünki özləri uşaqdır. Özləri uşaqdır, sağ ol. Bunun çətinlikləri çoxdur, problemləri çox olur. Çox sağ olun, təşəkkür edirəm. Xoş gördük, hər kəs salamlayıram. Sizi gördüyümüzdə çox şadıq. Sualım belədir. Sizin dövrünüzdə məşhur olmaq çox çətin idi, asan deyildi. Amma indi isə hər yoldan keçən birə sosial şəbəkə vasitəsilə rahatlıqla məşhur ola bilir. Çətin yollardan keçmiş bir sənətçi olaraq mənzərənin bu cür, bu formada olması sizin pisinizə gəlmir ki? Onu çox doğru buyurdunuz. Bilsən, hər zamanın öz çətinlikləri var. Bizim devirdə çox çətin idi. Çünki bizim devirdə yalnız bir dənə televiziya var idi. Azərbaycan televiziyası, dövlət televiziyası. Onda da komissiya olurdu. Hər bir mahnı, hər kəlməsi, hər notu senzuradan keçirdi. Məsələn, mənim ilk mahnım Gecədən Sübhədək mahnısı olub. Yolunu gözlədim. Senzuradan keçirdilər. Dedilər ki, bu mahnı elə-belə mahnı deyil də. Bunu təqdimatla getməlidir bu mahnıyı. Təqdim eləməlisiniz ki, necə oldu, yarandı. Dedim, nə danışsın? Mən danışa bilmərəm. Yəni, həyəcan bürüyəcək də məni. Doğrudan da elə gözəl çıxış elədim öz sözlərimlə. Ondan sonra hər gün mənim mahnımı Azərbaycan televiziyası verirdi. Bir müğənni efirə bir dəfə, 2 dəfə çıxan kimi artıq hamı tanıyırdı onu. Amma indinin çətinlikləri nədir? İndi çox çıxır müğənni. O çoxluğun da içindən o istedadını da tapmaq çox çətindir. Bax, indinin çətinliyi budur. İndi tanınmaq üçün ya yüksək sənət olmalıdır tanınasan, ya da ki, çox həddindən artıq
belə aşağı səviyyə olmalıdır. Gülünç obyekti olmalıdır. Yadda qalasan. Bu qədər. Çox sağ olun, təşəkkür edirəm. Bizim xüsusi sponsorumuz buradadır. Bəli. Hər gün mən ondan içirəm. O nədir? Naxçıvan dağlarının suyundan hazırlanmış öz kolamız, milli kolamız, Azərbaycanın kolası buz kolanı. Alqışlayaq. Aşk ve his edadır, serinlik gelir her nefeste. Buz gibi dadı, her kurtumda yeni hayatı. Seç bu anı, serinleştir her zamanı. Bu həqiqətən də Azərbaycanın kolasıdır. Öz kolamız, milli kolamız. Bunu dadına baxanlar bilir. Hər gün mən bu buz kolamızı içirəm, keyfim açılır, özümü rahat hiss edirəm. Təşəkkürlər buz kola. Əlbəttə. Özümüzün istehsal elədiyimiz şeylərə həmişə üstünlük verməliyik ki, çünki qoy öz ölkəmizə xeyir olsun. Salam Mətənət xanım. Ələkmə sağ Bir müsahibənizdə Bodrumda restoranda işlədiyiniz günlərin birində ayaqqabınızın cırıldığını və onu öz əlinizlə tikib yenidən giyindiyinizi bildirmisiniz. Bu çətin yollardan keçib gələn Mətənət İskəndərli elə bir hekayəsini danışa bilər ki, hazırda əziyyət çəkən, ümidini itirən insanlara motivasiya olsun. Bəli, belə bir şey olub. Mən ilk dəfə sənətə başlayanda Türkiyədə başlamışam. Qapılar təzə açılanda Türkiyəyə ilk gedənlərdən mən olmuşam. Orada Bodrumda as-solist olaraq çıxırdım mən. Yəni necə oldu məni elə bir gördülər. Mən mahnı və rəqs ansamblında işləyirdim. Qastrola getdik. Orada məni gördülər. İş təklifi gəldi. Bodrumda necə deyim, biraz belə ehtiyat eləyirdim. Deyirdim, ay Allah, mən burada necə qalaram, necə işləyərəm burada. Nəysə biz oradan 35 nəfərdən ayrıldıq. Hardasa bir 16 nəfər ayrıldıq. Orada xalq artistləri də var idi, rəqqaslar. Amma solist olaraq müğənni kimi mən idim, tək mən idim. Nəysə, mən də gənc müğənniyəm ki, sən deyən elə geyimim yoxdur. Elə bir ayaqqabım da cırılmışdı. Orada etibar var idi. Götürdü, başladı mənim ayaqqabımı tikməyə. Mən özüm ayaqqabı tikə bilmərəm axı. Tikdi, çıxdım səhnəyə, başladım oxumağa. Yəni belə şeylər çox olub. Elə olub ki, məsələn paltarım olmayıb, bacımdan alıb geyinmişəm, səhnəyə çıxmışam. Belə şeylər olub. Yəni ki, hər bir gənc başlayanda birdən-birə gəlir qazana bilmir ki, hər bir gəncin o çətinliyi, mən də o çətinliklərdən, o yollardan keçmişəm. Əgər istedadım varsa, o bulağı nə qədər bağlasan gözünü, hardan olsa sızacaq. Bəli. O istedad varsa, o özünü göstərəcək. Özlərinə güvənsinlər. Heç vaxtı o çətinlik görəndə geri çəkilməsinlər. Məqsəd qoysunlar qarşılarına. O məqsəd uğrunda getsinlər qabağa. Ancaq bilsən, bu həyat bir cəbhədir. Heç vaxtı geri çəkilməsinlər. Bir çətinlik görən kimi ruhdan düşməsinlər. Heç kəs onlara kömək eləməyəcək. Özün özünə dayaq olmasan, özün özünə sahib çıxmasan, heç kim sənə kömək eləməyəcək. Budur mənim motivasiyam, budur mənim məsləhətim. Təşəkkür edirəm. Bizim xüsusi sponsorumuz olan Zira Olives-dən sizə səbət var. Nə gözəl Bütün verilmişdir. Hədiyyələr. Zəhmət olmasa gəlsin səbətiniz. Mətənət xanım, burada Abşeronda yetişən, Zirədə yetişən zeytunlardan hazırlanan tam təbii və qatqısız məhsullardır. Bizim yoxdur da təbiətimizin, vətənimizin məhsullarından. Valla, mən inansın nə qədər evdə zeytun yeyirəm. Bu mənim üçün əla oldu. Əla. Orada yağından tutmuş turşusu, əzməsi, hər şeyi var orada. Bəli. Varinəsinə kimi var. Maşallah, özü sponsorlarınız da yaxşı sponsorlardır ya. Bəs nə, bəs nə? Elə belə sponsorlar deyil ha. İndi isə keçək səmimiyyət faizindən. Bəli. Əziz və dəyərli qonaqlarımız, əgər siz düşünürsünüz ki, Mətənət xanım səmimidir, göy işarələri qaldırırıq. Qeyri-səmimi idisə qırmızı işarələri. Buyurun,
Ay sizə qurban olaram. Çox sağ olun. Maşallah, hə. Çox sağ olun. Çox sağ olun. Təşəkkür eləyirəm ki, Mətanət xanım. məni çox sağ olun. Məni belə səmimi, Belə də səmimiyyətimi olmalıydı. Bəli. belə qəbul eləyirsiniz. Təşəkkür eləyirəm. Çox sağ Belə olun. də olmalıdır. Çünki siz illərdir səhnədəsiz. İllərdir mən sizə baxıram. Nümunəvi sənətkarsınız doğrudan da. Sizi çox sevirik. Çox sağ olun. Hər birimiz. Çox sağ olun gəldiniz. Siz sağ olun. Mən də sizi çox sevirəm. İnan ki, çox belə ürəkdən sözlərimdir. Əvvəla sən mənim balamsan. Ülkərimlə Allah bir sizi var eləsin. Ülkər Bəli, qızımla bəli, bir məktəbdə, Bəli, bir sinifdə bəli. oxumusunuz. Bəli. Mənim gözüm qabağında böyümüsən. Sən mənim üçün şirin və doğma əzizsən. Sağ olun, var olun. Sən də doğrudan eləsən ha. Çox sağ olun. Bəli, Sən də bəli. bax inan ki, elə bilmirəm, elə neçə ildir səni tanıyıram. Allah sizi var eləsin. İkiniz də mənim sağ şirin olun. keçəl balalarım. Çox sağ olun. İndi Çox sağ şirin ol. keçəl balalardan biri əlini cibinə atacaq və bizim baş sponsorumuz olan Unibankın post terminalı zəhmət olmasa gəlsin bura. Bəli, gəlsin. Şirin Mən- keçəl dostum buyur. Hesabı ödəyim. Bəli. Həmişə kimi. Bəli, Bizim baş sponsorumuz Unibankın post terminalı. Vətən xanım. buyur. Bir dənə söz deyim. Hə. Sizə o hesablar var ha. Ay can. Qurbandır hamısı. Getdik. Alqışlayaq. Bəli. Telli 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 bu telli durma sanma ki yaralı uçmaz bir daha sancılmış kanadı öten buluda geçmişteki beni o salır ya da bir de çıkma dolaşıp yollara o bağlara dağlara o karlı obaya her şey geçip gider zamanla biz büyüdük ve kirlendi dünya telli 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 bu telli durma sanma ki yaralı uçmaz bir daha sancılmış kana öten buluda döner gelir bir gün konar yurduna telli telli